Maliyyə dönüşünün yaxınlaşdığı bir vaxtda, amma bir vacib şərt var. Astroloqlar qarşındakı günlər üçün proqnoz hazırlayıb və maliyyə dəyişiklikləri gözləməli olan büyüklərin adlarını açıqlayıblar. Xəbər zolağı az xəbər verir ki, onlar üçün yeni qazanc imkanları və ya gözlənilməz gəlir mənbələri açılacaq. 12-ci yer qız büyücü maliyyə məsələləri diqqət və ehtiyat tələb edəcək. Tez əldə edilən pula güvənməyin, sabitliyə diqqət yetirmək daha yaxşıdır. 11-ci yer tərəzi kiçik gəlir mümkündür, lakin xərcləri ödəməyəcək. İmpulsiv alış-verişlərdən çəkinmək vacibdir. 10-cu yer dolça pul görünə bilər, amma eyni zamanda tez yox ola bilər. Riskli maliyyə qərarlarından çəkinin. 9-cu yer oğlaq, əlavə pul qazanmaq şansınız olacaq. Ancaq daha çox səy göstərməli olacaqsınız. Nəticələr göz qabağında olacaq, amma dərhal yox. 8-ci yer xərçəng, hədiyyə və ya bonus kimi xoş kiçik şeylər mümkündür. Lakin hələlik heç bir böyük maliyyə irəliləyişi gözlənir. 7-ci yer oxatan pul qazanmaq üçün gözlənilməz bir fürsət yaranacaq, amma onu əldən verməmək vacibdir. İntuisiya sizə doğru anı deyəcək. 6-cı yer qoç, maliyyə vəziyyətiniz sabitləşəcək və əlavə gəlir əldə etmək mümkündür. Əsas odur ki, xərcləməyə tələsməyin. 5-ci yer buğa, köhnə əlaqələr və ya yarımçıq iş vasitəsilə pul almaq şansınız var. Unudulmuş kimi görünən bir şey qəfildən sizi təqib etmək üçün geri qayıdacaq. 4-cü yer şir, xüsusilə tanışlıqlar vasitəsilə xoş maliyyə sürprizləri mümkündür. Yeni təkliflərə açıq olun. 3-cü yer əqrəb, pul gözlənilməz bir mənbədən ən az gözlədiyiniz yerdən gələ bilər. Tez reaksiya verməyə vacibdir. 2-ci yer balıqlar, maliyyə uğuru əl çatandır. Bonus, hədiyyə və ya gəlirli bir təklif mümkündür. İntuisiyanıza etibar edin, bu sizi məyus etməyəcək. 1-ci yer əkizlər, şanslılar arasında olacaqsınız. Pul gözlənilmədən peyda ola bilər. Təsadüf, tanışlıq və ya qaçırılmaz bir fürsət səbəbindən